Evinizdə biraz mürəbbə şirəsi qalıbsa, gəlin onu bu cür dəyərləndirək və belə bir gözəl, ətirli və çox ləzzətli bir piroq hazırlayaq. 3 ədəd yumurtanın üzərinə 1 çimdik duz, 1 stəkan şəkər tozu əlavə edib mikserlə ağarıb həcmi artana qədər qarışdıraq. Daha sonra da üzərinə 150 ml duru yağ və 200 ml stəkanla 1 stəkan süd və 1 paket vanil də əlavə edib yenidən qarışdıraq. 300 qram unu və 1 paket qabartma tozunu da ələkdən keçirərək əlavə edib artıq mikserlə yox, çırpıcı ilə qarışdıraq. Xəmirimizi diametri 32 olan qəlibin içərisinə əlavə edirik. Əvvəlcədən qəlibi yumşaq kərə yağı ilə yağlamışam və daha sonra evinizdə olan istənilən mürəbbə şirəsindən videoda gördüyünüz qaydada qaşıqla piroqun üzərinə əlavə edirsiniz. Yaxşı olardı ki, şirin mürəbbə şirəsi olsun. Üzərinin umacı üçün 2 xörək qaşığı unu, 1 xörək qaşığı yarım şəkərlə və 1 xörək qaşığı yumşaq kərə yağı ilə əllərimizlə umac halına gətirib üzərinə səpirik və əvvəlcədən 180 dərəcəli isidilmiş sobada sobanızdan asılı olaraq 30-35 dəqiqə ərzində bişiririk. Və budur dostlar, çox ləzzətli, pambıq kimi yumuşaq, ətirli piroqumuz hazır oldu. Çox da asan hazırlanır. Evdə olan ən sadə ərzaqlar ilə mütləq bu reseptlə hazırlayın və əgər hazırlasanız, mənlə rəylərdə nəticəni də paylaşarsınız. İzlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Videomu bəyənib kanalıma abunə olmağı da unutmayın ki, bu cür asan hazırlanan, gözəl və çox ləzzətli şirniyyat reseptlərimi qaçırmayasınız. Hələlik.